Oğru dedi. Maşını onsuz da mən bunu satacağım. O maşında 2 dənə naqil var və bu naqillərin ikisini qopardıb bir-birinə calasam maşın o zaman işə düşəcək. Onda mən maşını sata bilərəm bir bazarda və onda sonra pulum olacaq dedi. Və sonra dedi ki, onsuz da maşına baxan maşının özünü istəyir. Maşının necə olduğunu və hardan gətirdiyimi soruşmaz. Elə bir adam tapsam bu maşını satacağım dedi və maşının altındakı tokların ikisini qırdı və tokları qırandan sonra isə səhv caladı. Bunlar səhv calandığı üçün də maşının siqnalı işə düşdü və Fərid oyandı. Tez olub yuxarıya çıxdı baxdı. Gördü ki, maşının içində toyuq maskalı bir adam oturub və Fərid gözlərinə inanmadı ki, bu necə ola bilər? Yazığım, mən yuxu görürəm, yaxşı yata bilməmişəm. Bu necə ola bilər ki, toyuq maskası? Axı o qədər maska var. Qarı maska var, ayı maskası var. Amma nə oldu mən? Mən maskayı taxıldım. Maşını gedir əldən. Nə verəcəm indi? Dostuma nə deyəcəm? Tez olub Fərid yerə düşdü və artıq gec idi. Oğru maşını işə salmağı bacardı. Oğru Fəridin evinin darvazasını açmışdı və ona görə də oğru üçün bu çox asan idi. Amma qapı sadəcə örtülü idi ki, Fərid elə bilsin ki, darvaza açılmayıb və oğru maşını tez kodlayıb darvazanın qapısıyla maşını açdı və sonra isə getdi və Fərid oğrunun dalından qışqırdı. Ay oğru, tez ol, maşınımı bura gətir, maşın mənim və dostumundur, oğru dedi. Mən daha oğurlamışam, dostun da olsa, sənin də olsa. Maşın bir də gəlməyəcək, çox gözləmə. Abunə olun, ailəmizə qatılın.